Mexaniki rəqslərdən. Baxın, yadınızdadırsa biz demişdik ki, çevrə üzrə hərəkət keçəndə xatırlayırsınızsa, dedim ki, bu düsturları qəşəng bilsəz, gələn növbəti dərslərimizdə bizə dəstək olacaq. Bax, hal-hazırda bu dərsi qəşəng bilmək üçün çevrə üzrə hərəkətdəki düsturları bilməyimiz şərtdir. Ki, hamımız da şükür Allah bilirik onu. İndi bax, onları burada tətbiq eləyəcəyik. İndi mexaniki hərəkət rəqslərdə biri var, elə başdan biraz qısa şəkildə deyim, cismin eyni trayektoriya üzrə. Bu və ya başqa istiqamətdə təkrarlanan hərəkətinə biz mexaniki rəqs deyirik. Eyni trayektoriya üzrə təkrarlanan hərəkət. Sonra sərbəst rəqslər var. Orada sönən rəqs var, sönməyən rəqs var. Sönməyən rəqs odur ki, bax bunu qrafiklərdə belə görərsiniz. Bir dəqiqə. Bax burada sönməyən. Bəli, bax elə belə də gedir. Yəni hərəkət davam edir, heç bitmir. Sönəndə bəs müəllimə? Bəli, bəli. Məsələn, bax belə sönür də. Görürsünüz ki, zaman keçir və sönür o. Artıq bitir də demək olar ki. Bunu elə qısa şəkildə məlumat oldu bəsdir. Buna çox da ehtiyac yoxdur, yəni testlərdə. Bizə maraqlıdır test yönümlü işləyək. İndi başlayırıq hansı kəmiyyətlərdən istifadə olunur, onlara baxıram. Birinci, rəqsin amplitudu. Gəlin amplitudun şərti olaraq deyim mən tərifini. Rəqs edən nöqtənin tarazlıq vəziyyətindən ən böyük yer dəyişməsi. Buna biz deyirik amplitud. Yer dəyişmənin tarazlıq vəziyyətindən ən böyük hissəsinə amplitud deyirik. Amplitud çevrə ilə, A ilə işarə olunur, nə bilim, X max-la işarə olunur, işarə olaraq. Bunu çevrədə hansı kəmiyyətlə əlaqələndirə bilərik? Radiusla. Radiusun düsturları var ha. Düsturlarda radiusun yeri var ha. Bax, ora biz amplitud qiymətini yerləşdirə bilərik rahat şəkildə. Vahidi isə metrdir. Gəlirəm ikinci perioda. Rəqsin perioduna. Period eyni çevrədəkidir, düsturları da eynidir. Məsələn, period bərabərdir. Hansını bilirdik? 1 bölünsün. İndi nü yazıram, deyəcəm niyə nü yazdığımı. Sonra perioda başqa hansı var idi müəllimlər? Bəli, indi onu vurğulayacağam. Sonra omega ilə olan var idi. 2 pi bölünsün omega. Bu da perioddur, düsturlar eynidir. Burada omegaya biz burada deyirik dövrü, deməli dövrü tezlik deyirik burada. Orada adı başqa idi. Fərqi yoxdur. Omeganın da düsturlarını belə harda görsəz dövrü tezlik. Biləsiniz ki, həmin omegadır. Yəni bucaq sürətidir. Adları biraz fərqlidir. Sonra tezliyi isə orada n idi, burada nü idi. Və sabah bu düsturları biz götürüb yerinə qoyub bizə yazacağıq. İndi suallar əsasında göstərəcəm. Sonra burada çox oturmağın yeri yoxdur. Gedirik suallara. Çünki elə bir mövzudur ki, əsas suallarda göstərəcəm nə demək istədiyimi. İzah da var, onsuz da hazır izah ataram, elə belə baxarsınız. Yəni əsas suallandır. Burada diqqətlə qulaq asın. İndi mən bəzi məqamlar var. Onları da tutsaz, çox asan, rahat şəkildə işləyib gedəsiniz. Baxın, bax burada amplitud qiyməti deyir ha. Amplitudun maks qiyməti bax budur. Belə bu özü amplitudun yerinə bax x-i da qoya bilərsiniz müəllimə. R-i də hansı ki çevrədə r-lə əvəz eləyərsiniz. Bax burada amplitud qiyməti deyirsə, bəli, bax buradan 5, 0,5-i götürəcəyik. Sonra məsələn bax bu qrafikə əsasən gəlin periodu tapaq. Periodu necə tapırıq? Period 4 bölgü ilə tapırıq. Baxın, buradan bura qədər 1 bölgü. Buradan bura qədər 2, 3, 4. Bax burada nə gəldi düşdü? 0,4. 4 bölgü bizə periodu verəcək. Onda 4 perioddursa əgər, t bərabərdirsə 0,4-ə, bəs tezlik nəyə bərabər olar? Bəli, bu da 2,5-ə də, onun tərsi 10 bölünsün 4-ə. Burada 10-da 4-dürsə, orada da 4-də 10 olacaq 2,5-ə. Ya bax buradan indi gözləyin. Sonra gəlirəm elə sual. Periodun 3də biri də, düzdürmü? Periodun 3də biridirsə, bu tam perioddur. Periodun 3də biridirsə 1, 2, 3. 3-dən biri daha doğrusu. 3də biri 4-ü bölürsən 3-ə. Yox, orada tam ədəd çıxmayacaq bu durumda. 4-ü bir dəfə böləcəyik 3-ə, bir dəfə də vuracağıq 1-ə. Bu bölmədir, o başqadır. Yəni
Onun yerinə görə indi suala görə göstərəcəm nə demək istədiyimi. Sonra indi gəlin bir də bir məqamı diqqətlə qulaq asın. Buna dair suallar düşür. Adətən suallar elə bu tipdə düşür. Baxın, indi ayrı-ayrılıqda söz yox ki, riyazi rəqqasla yaylı rəqqası ayrı-ayrılıqda keçəcəyik. İndi hal-hazırda qarşımıza çıxanda rahat olması üçün sizə əvvəla gəlin riyazi rəqqasdan danışaq. Riyazi rəqqasın bax bir dənə tən ortada durub deyə. Bax buna deyirik taraz vəziyyəti. Bax buna da deyirik kənar nöqtələri. İndi riyazi rəqqasda və ya yaylı rəqqasda cəmiyyətlər var. Baxın, sürətdir. Sürətin uyğun nə yaza bilərik? Məsələn, impuls yazarıq. Məsələn, kinetik enerji yazarıq. Bax, bu üç cəmiyyət bir cəbhədir. Biri də var təcil, yer dəyişmə, qüvvə və potensial enerji. Bax, bu üç cəmiyyət də bir cəbhədir. Elə düşünün ki, bax burada bunların özü elə bir ordudur. Bu da bir ordudur. Bax indi məsələn deyək ki, ortada taraz vəziyyəti. Bəli, bəli. Bax məsələn bu sağ tərəfdəkilər var ha. Qoy bunu qırmızı ilə yazım, qarışmasın. Qırmızı həlqənin içindəki cəmiyyətlər var ha. Bunların hər hansının biri maks olanda, o demək ki, hamısı maks olacaq. Birimiz hamımız, hamımız birimiz kimi. O şüarla yaşayırlar. Məsələn, sürət maksdır. Deməli, impuls da maks olacaq, deməli kinetik enerji də maks olacaq. Və ya təcil maksdırmı? Vəssalam, yer dəyişmə də maks olacaq, qüvvə də, potensial da. Və əksinə, bax bu sürətin ordusu maks olanda digər ordu 0 olacaq. Bax belə götürək də, 2 dənə ordu var. Biri lap deyək ki, Rusiyadır, biri Ukraynadır. Rusiya uddusa, Rusiyanın bütün ordusu udacaq da, generalından tutmuş əskərinə qədər. Rusiya uddusa, maksimum bal aldısa, Ukrayna nə edəcək? Sıfırlanacaq da, 0 olacaq. Və ya Ukrayna maks olanda Rusiya 0 olacaq. İndi sizə bir sual verirəm. Hələ bu keçməyək, rəqqasa keçmirəm. Hələ bu cəmiyyətlərdən deyirəm. Məsələn, deyirəm ki, sürət 0-dır. Sürət 0-dırsa başqa... Aha, buyurun. Bunların bəli, hamısı maksdır və impulsla kinetikdə 0-a bərabər olacaq. İndi bax bunu harda necə istifadə edirik ona gəldik. Baxın bu taraz vəziyyət ki var ha, ortadakı vəziyyət. Bax bu taraz vəziyyətdə sürətdir, impulsdur, kinetik enerjidir, maks qiymət alır. Əvəzində digər bu birisi 4 cəmiyyət 0-a bərabər olur. Ancaq elə ki gəldik kənar nöqtələrə, bax bu cisim gəlir, çatır kənar nöqtəyə, gəlir ən axırıncı nöqtəyə qədər gələndə sürət neyinir? 0 olur, dayanır, dayanandan sonra geri qayıdır. Axı dayanma söhbətini də görəndə biz bilirdik ki, sürət 0-a bərabər olur. Yəni o dayanıbsa, deməli sürət sıfırlanıb da. Onda kənar vəziyyətlərdə bax bu təcilin cəbhəsi ordusu maks olur. Ancaq orta vəziyyətdə də sürətin ordusu maksimum olur. İndi yaxşı, belə bir sual çıxır sualların içərisində. Məsələn, deyir ki, buranı biz bir A götürsək, qoy rəngini dəyişək. Buranı bir A götürürük, digər kənar tərəfi də B götürürük. Deyir ki, A-dan B-yə doğru hərəkət edərkən, A-dan B-yə doğru hərəkət edərkən A nöqtəsində təcil nəyə bərabərdir? 0-a. Bəs B nöqtəsində maksimuma. A-dan B-yə gedəndə neyinir? Təcil artır. Ona görə deyirik artan təcillə. Bəs sürət neynir B-yə gedənə yaxın? Sürət azalır. Azalır. Ona görə deyirik ki, artan təcillə yavaşlayan hərəkət. Bəli. Və ya indi gəlin əksinə geri qayıdaq. B-dən A-ya gəlir. B-dən A-ya gələndə artıq təcil neynir? Azalmağa başlayır. Ona görə deyirik ki, azalan təcillə yeyinləşən. İndi buna dair suallar düşəcək. Bu nədir? Riyazi rəqqasdadır. İndi keçirik yaylı rəqqasa. Yaylı rəqqasda da bunu göstərim. Oradan indi suallar verəcəm mən orada testlərin içində. Yaylı rəqqasdasa bax bu yaydır, deyək ki. Bu da yayın bax kənar nöqtələri olur. Bir də tən ortada taraz vəziyyəti olur. Tarazlıq halı olur. İndi burada suallar əsasına görəsiniz nə demək istədiyimi. Eyni burada da elədir. Ortada taraz vəziyyətdə sürətin ordusu maks olur, kənarda da təcilin ordusu maks olur.
Burada da kənarlara doğru gedəndə, məsələn, deyək ki, bu A nöqtəsidir, bu da C nöqtəsidir. A-dan C-yə doğru hərəkət edəndə yay nə baş verəcək? Sürət azaldığı üçün yavaşayan, təcil artdığı üçün artan təcillə yavaşayan. Və ya götürürük əksinə. Buradan C-dən A-ya gəlirsə, təcil azaldığı üçün azalan təcillə, bəli, yeyinləşən. İndi gəlin suallarımızda daha yaxşı baxaq məsələlərə. Baxaq indi 3-cü sualda. A-B nöqtələrində hansı kəmiyyət sıfıra bərabər olar? A və B nöqtəsində. Bəli, sürətə aid nə varsa. Bəli, bir də impuls. Sonra bax indi gəlin burada düzdür, buna ehtiyac yoxdur. Ya bunu düstura elə belə bir dənəsinin yerinə qoyaq da, çevrə ilə əlaqələndirə bilmək üçün ki, yəni oxşarlıqlarına baxırıq. İndi deyir ki, maksimal qüvvə hansı ifadə ilə təyin olunur? Qüvvə nəyə bərabər idi? F bərabər idi MA-ya. Aha. Ancaq aha. Burada A-nın yerinə elə bir şey yazmalıyıq ki, yox, 4 olan yox. Baxın burada omega var, kvadratik omega yadınızdadırmı? A aha. Omeqanın kvadratı vurulsun R. R-i də biz nə ilə əvəz eləyirdik? X max-la, yadınızdadırsa. Bəli. Bax bunun olduğu bir cavab hansıdırsa onu götürəcəyik. Bax eyni çevrənin düsturlarıdır. Qoyuruq yerinə tapırıq. Düstur problemi yaşamayasınız inşallah. Çünki daha bir dəfə o əziyyəti çəkmisiniz, öyrənmisiniz. Mən ona görə deyirdim ki, əsas öndəki mövzulardır. Qalanı hamısı təkrar gəlir. Yəni rahat işləyəsiniz hamısında. Sonra bax bir də bir şeyi xatırladım. Bunu da əzbər kimi yadınızda saxlayın, kifayət eləyəcək. Baxın, burada x-in qiymətidir, düzdür? Bax, burada sinusun, kosinusun qarşısında olan x max-dır. Yəni bax amplitud qiymətidir. Amplitud qiyməti burada yerləşir. T-nin qarşısında olan isə omeqanın qiyməti olur hər zaman. T-nin qarşısı hər zaman omega olur, söz yox. Bu hər zaman üçün keçərlidir. Bax bu sinusun qarşısı isə əgər x veribsə amplitud qiymətidir, sürət veribsə sürətindir. İndi onu gələcəm yerinə. Məsələn, bax bu burada, bax bu düstura əsasən. Deyək ki, gözləyin bircə dəqiqə zəhmət olmasa. Bax burada periodu necə taparıq sizcə? Gəlin periodun düsturunu yazaq. T bərabər idi 2pi bölünsün omega. Omega. Düzdür? İndi bunu yenə də yazıram. 2pi olduğu kimi saxlayıram. Omega harda yerləşirdi? T-nin qarşısında. Vəssalam. Omeganı da yerinə yazıram 10 dənə pi. Pilər ixtisar gedir. Bu da eləyir 0,2. Və ya buradan məsələn tezliyi də bu yolla tapa bilərik. Onda 2 yox, eləyər 5. Tərsinə çevirərik. Bir dənə burada yadınızda saxlayın ki, T-nin qarşısında hər zaman omeqanın qiyməti olur. Sondan. Bəli, var. Qaydat, var, əlavə də izahlar var. Onları da atacağam, narahat olmayın. Bax, burada amplitud qiymətini nə düşünərsiniz? Aha. Sonra periodu nə düşünərsiniz? Baxın, period neçə bölgə gedirdi ki? 4 dənə. 1, 2, 3, 4. 20 dəqiqə. 20 də, 20 də. 20. Aha. 20-yə düşür. Aha. Sonra biz yadınızdadır, çevrə üzrə demişdik ki, 3 dənə kəmiyyət var idi ki, zamana görə dəyişmirdi. Xatırlayaq bir onları. Hansı ki demişdim ki, bunu gələcəkdə biz çox-çox istifadə eləyəcəyik. Hansı kəmiyyətlər idi o zamana görə dəyişməyən? Aha. Omega. Aha. Baxın, indi burada görürsüz yenə bax ona niyəsə ona xüsusi hər dəfə, hər mövzuda hələ yenə də qarşıda ikinci hissədə yenə də buna toxunacağıq biz. İndi burada bir rəqsi hərəkətdə, mexaniki rəqslərdə ora biraz da əlavələr eləyək. Hansıdır o əlavələr? Tam enerji, sonra bir də amplitud qiyməti. Bax bunlarla bərabər bunları da hesaba qatırıq. Bax bu kəmiyyətlər zamana görə dəyişmirlər. Ancaq yer dəyişmə hər zaman zamana görə dəyişir. Elə bax riyazi rəqqasda bu tərəfə gəlir, bu tərəfə sağa gedir, sola gedir, dəyişir də yerdə. Azalır, çoxalır. Ancaq bunlar dəyişmirlər. Sonra dəyişən, dəyişməyən kəmiyyətləri dedik. Bir də. Bax burada məsələn deyək ki,
sərbəst harmonik rəqsdən söhbət gedirsə, deməli bax bunu götürə bilmərik, çünki bu sönür sona yaxın. Bu tipləri vəbşi götürə bilmirik. Bir dənə qalır rəqsi hərəkətə buyurundur. Bəli. İndi bax burada qrafiklərlə işləməyin geçəcək solunu göstərəcəm. Gözləyin, ona dair sual tapım mən sizə. Gəl, gəlin bax burada nə deyək? Zamana görə dəyişməyən kəmiyyət. Bax görürsüz bayaq demişdik ki, period zamana görə dəyişmir. Onda hansını götürərik 28-də? Bəli. Aha, bəli. Sonra baxın, burada biz nə demişdik? Bax x-in bir dənə tənliyi var müəllimlər. Baxıram ki, x-in tənliyi varsa, x-in tənliyi varsa, bax, burada x-in qarşısında nə olurdu? Dedim sinusun qarşısında x varsa nə var? Amplitud qiyməti. Amplitud qiyməti 0,3 olanı götürürük. Bu variantlar getdi işinə gücünə. Sonra burada isə omega olurdu. Biz omeganı hardan taparıq? Bax, periodu mən nə tapıram? 1, 2, 3, 4 bölgüdə. Periodu 4 verdi. T bərabərdir 4-ə. O da bərabərdir 2pi bölünsün omeqadan. Omeqanı nə taparsınız bax bu düstura əsasən? 2pi bölünsün 4. Aha, 2pi bölünsün 4. Yox, 3 yox. Gözləyin mən. Bunu xırda yazdım, görsənmədim. Gözləyin, bir dənə mən bunu biraz geniş yazdım, orada qarışdı. Görsənmədi. Elə bildim görürsüz siz. Gözləyin. Əgər t bərabərdirsə 4-ə, omega da bərabər idi 2pi bölünsün period axı. Periodun yerinə 4 yazıram da mən. Düzdür? İndi omeganı burada da ixtisar gedəcək, yerdə qalacaq pi bölünsün 2. Aha, pi böl 2. Hı. Yox, pi-ni niyə 3 götürsün? Hə, pi-nin özünü götürürük də. Yəni burada ehtiyac yoxdur, pi qiyməti verməyib axı bizə. O baxımdan ehtiyac yoxdur. Sonra baxın, nə qədər maddi nöqtə nə qədər müddətə aha, bir də yol düsturu var bizdə. Mən indi düsturları ayrı-ayrı bizə atacağam sizə. Bu çevrədəki düsturu yox ha, əlavə düstur. Çevrəni onsuz da bilirsiniz də o düsturları. Deməli, yolun düsturu var burada. S bərabərdir 4 amplitud kiçik t bölünsün period. Bax bu düsturu qəşəngcə əzbərləyin, hansı ki bunu çevrədə görməmisiniz. Bu sizin üçün yeni bir düstur olacaq. Başlayalım. İndi ay. Yox, burada bu düsturdan. Yox, kəşf eləməmisən. Burada bu düsturdan istifadə edirik. Silindi, bir dəqiqə gözləyin. S bərabər idi 4A kiçik t bölünsün period. Baxıram ki, burada yolu mənə 2 veribdir. Düzdür? S-in yerinə 2 yazarsınız. 4. Amplitud qiymətinin yerinə nə yazarıq? Baxın, buradan bura 0,4. Periodun yerinə 1, 2, 3, 4 bölgüdən 8. Kiçik t-ni taparsınız oradan. Bax, bu düsturla. İndi mən o düsturu da atacağam. Bu düsturu qəşəngcə əzbərləyin, çox qarşınıza çıxacaq. Bu heç. Sonra əsas qrafik suallar da burada. İndi gözləyin. Sonra baxın, burada belə bir bayaq dedim, indi qarşımıza çıxanda göstərəcəm. Bu artıq sürətin tənliyidir. Baxın, bayaq x-in tənliyi idi. Burada biz radius, amplitud axtarırdıq. Bu sürətin tənliyi olduğu üçün, bax bu kosinusun qarşısındakı v-nin qiymətidir, maksimum qiyməti. T-nin qarşısındakı isə omeqadır. Omega hər zaman yerini qoruyub saxlayır. T-nin qarşısında gəlir, istəyir orada nə olur olsun. O öz yerini, ampulasındadır yəni. Ancaq bu v qarşıya görə dəyişir. Sonra burada baxın 43-də. Bizdən soruşur nəyi? Amplitud qiymətini. Yəni çevrədəki hərəkətlə desək radiusu. Radiusu necə tapırdıq biz? V bərabər idi 2 pi r bölünsün t. Bəli, buradan r-in yerinə bir dənə amplitud yazırıq. Eyni şeydir. İndi buradan v-ni mənə nə verib? 6. Yazıram 6 bərabərdir. 2 vurulsun 3. Pi-nin qiymətini 3 verib axı. Amplitud. Periodu da 1 bölgü, 2 bölgü, 3 bölgü, 4 bölgü. 0,4 veribdir. Vəssalam. Bax bu tiplə yerinə qoyursuz yazırsınız. Eyni çevrədəki. Hər vaxtınız xeyir, xoş gəlmisiniz. Heç olmaz. Bir də gəldik, çatdıq. Əsas odur ki, çatmısınız. Aha. Bir onsuz da siz bura gəlirsiniz ayrıca. Deməli baxaq burada.
Burada, baxın, burada f-in müəyyən andakı qiymətidir. Ancaq kosinusun qarşısındakı maksimum qiymətidir. Ona görə biz maksimum enerjini tapmaq üçün maksimum potensial enerjini tapa bilərik. Max potensial enerji də k x-in kvadratı böl 2-dən. Sərtliyi mənə 50 verib. Yazıram 50. X-in kvadratı, x-i bilmirik nədir? Bölürəm 2-yə və f-imizə, max f-inə verib 5 verib. Bax, buradan x-i tapa bilərsiniz. İndi onu özünüz hesablayarsınız. Yəni, əsas burada nəyə diqqət edirik? Bax, bu qarşıda f-dir deyən kosinusun qarşısındakı f-in qiyməti olacaq. F-in max qiyməti. Yəni, ona görə hərəkət eləyəsiniz. Yox, kök altında olmaz. Kök altında olmaz. Sonra, və burada qrafikləri də ona görə hərəkət eləyirik. Bu heç. Gözləyin, biraz fərqli qrafik sualları axtarıram. Mən, aha, bax, bura gəldik. İndi diqqət eləyin müəllimə nələrə. Bax, bu qrafiklər ki var, qrafiklər eyni bildiyimiz qrafikdir. Biz oradakı qrafikdə öncəki təcili hərəkətdə qrafikdə keçmişdik ya. Eynilərini bura tətbiq eləyə bilərik. Bir məsələ var. Bizdə bax, qrafikin təpə nöqtəsi var idi, yadınızdadırmı? Təpə nöqtəsində hansı kəmiyyət sıfıra bərabər olurdu? Sürət sıfıra bərabər olurdu. Bax, məsələn, burada A nöqtəsi qeyd etsəm, bu təpə nöqtəsində bir A nöqtəsi qeyd etsəm, biləcəm ki, burada hansı kəmiyyətlər sıfırdır A nöqtəsində? Sürət, impuls, kinetik enerji sıfırdır, düzdürmü? Bəli. Əksinə, təcil, yer dəyişmə filan, onlarda maks qiymət alacaqlar. Aha. İndi bax, bu başlanğıcda var ha. Bax, başlanğıcda x, yəni yer dəyişmə hansı qiymət alır? Maks qiymət alır, görürsünüzmü? Əgər yerdəyişmə maks qiymət alıbsa, deməli sürətin ordusu hamısı sıfırdadır. İndi gəlin baxaq. İndi mən rəqsi hərəkət olduğu üçün, üzr istəyirəm, rəqsi hərəkət olduğu üçün bunlar onsuz da gedir, bu heç. İndi baxdım ki, gördüm ki, x maksdadırsa, deməli sürət, impuls, kinetik sıfırdan başlayacaq. Sizcə hansını götürsək yeridir? Bu heç, bu onsuz da rəqsi deyil, bu ortadadır. A-nı götürsək yeridir, yoxsa axırıncını bunu? Sürət sıfırdan başlamalıdır. Bəli, sıfırdan başlaması üçün məcburən bu impuls da sıfırdan başlayır burdan. İndi orada C-də necə? Rəqsi hərəkətdə yeganə enerji söhbətidir ki, T-ni kəsmir. Bax, bunlar T-ni kəsməlidir axı, T üzərində oynayır bu beləcə. Ancaq C variantında T-ni kəsib keçmir, yuxarıda oynayır ancaq ona görə X oxunda. Bu Aha, o baxımdan. Baxıram indi. Baxın burada x əgər zoom atarsa indi müəllimə atacaq linki, narahat olmayın. Burada baxın x sıfırdan başlayıb. X sıfırdan başlayıbsa impuls isə hardan başlayar? Yer maksdan başlayar da. Bəli, impulsun sıfır olanlarını silirəm. Maksdan başlamalıdır. Axı bir-birinin əleyhinə idilər, bir-birinin qarşı idilər. Yəni o deyir ki, biri o birisi olduğu yerdə olmur da, belə deyək. Baxın, indi burada nə var? Impuls var. Impuls başlayıb maksdan. Impuls maksdan başlayıbsa x hardan başlayar? Sıfırdan başlayar. Sonra, aha, baxın burada tarazlıq vəziyyəti adı tən ortadır. Kənarda bax, bura ilə də bura kənar vəziyyətlərdir. Mənə deyir ki, harda təcilin modulu ən böyük olar. Sizcə? Qoy buranı silim, üstü örtülməsin. Bir də, bəli. Bir burada olar ki, burada da rəqəm verməyiblər, biz yanılmayaq deyən. Burada da bir dənə 1 var. Ona görə də 1-i seçirik. Sonra, baxın, indi bizə nə deyir? 1-dən 2-yə gəlir. Görürsünüz ki, müəllimlər, 1-də nədir? X max qiymətdir. X max qiymətdədirsə, deməli təcil də max qiymətdədir, düzdürmü? 1-dən 2-yə gələndə təcil neyniyir? Azalır. Ona görə nə deyirik? Deyirik ki, azalan təcillə yeyinləşən. Bəli, onsuz da azalan olanda biləcəyik yeyinləşəndə, artan olanda yavaşayandır da. Və yaxud da ki, elə bu x düşürsə, deməli sürət artır onsuz da. Sonra 58-ə siz baxın. İmpuls harda artar deyir. Hı -hı. Fikirlərinizi deyin. Hə. Baxın, impulsun artması üçün.
Aha. Baxın, təpə nöqtəsində impulsda, sürətdə 0 olur. Artması üçün lazımdır ki, təpədən düşsün. Bax, 2-dən 3-ə və ya buradan. Bax, 4-dən 5-ə. 2, 3 və ya 4, 5. Təpədən düşməlidir ki, sürətlə impuls artsın. Əks halda arta bilməz. Ancaq təcil filan təpəyə qalxmalıdır ki, artsın. Məsələn, burada sürətin modulu ən böyük. Harda ən böyük olar sürətin modulu? Hansı nöqtələrdə? Nöqtələrdə ən böyük olar sürət. Sürət hansı nöqtələrdə? Bəli. Hansı nöqtədə ki, x 0-dır, x harda 0-dır? 2-də və 4-də. Deməli, orada sürət maks qiymət alacaq, ən böyük qiymət alacaq. Ən kiçikdə isə 3 götürərdik və ya 5 götürərdik. Aha, baxıram. Bax, bunu nəyə hesablaya buna baxa bilərsinizmi 60-a? Potensial ilk öncə onu deyim ki, enerji söhbəti varsa T oxunu kəsmir. Ya A-dır, ya B-dir. İndi sizcə hansıdır? Bəli, bəli. Niyə? Çünki x-la eyni cəbhədən idi. Bu maksdan başlayıbsa, bu da maksdan başlamalıdır. Başqa seçənəyi yoxdur. Sonra 60 A-dan B-yə 61-ci sualda fikirlərinizi deyin. Azalan təcillə deyirsə, bəli, yeyinləşir. Təpədən düşürsə, deməli yeyinləşir də. Elə bax belə də yadınızda saxlayın. Yəqin ki, dağa filan çıxan olub da. Görürsüz, yuxarıdan aşağı deyəndə sürətli düşürük. Ancaq aşağıdan yuxarı zülmlə, zorla, zillətlə qalxırıq. Yuxarıdan aşağı deyəndə nə edir? Yeyinləşir də bu adam. Yuxarıdan düşdüyü üçün yeyinləşəcək artıq. Sonra 62-də A-dan B-yə. Niyə ki, baxın müəllimə, niyə yeyinləşir ki? Bu təpəyə qalxır. Təpəyə bu yer təpəyə qalxırsa, deməli yavaşıyır da. Təpəyə necə yeyinləşir? Təpəyə qalxdığı üçün yavaşıyır. Yavaşıyanda da azalan təcil artan təcil olacaq. Artan təcillə yavaşayan hərəkət edir. Aha. Sonra burada da baxın eyni suallardır, problemsiz, keçici suallardır. Bax burada artıq sürət bayaq, bax bir də onu qarışdırmayın. Bayaqki söhbətlər x üçün keçərli idi, koordinat üçün keçərli idi. Burada artıq sürətdir. Burada sürət təpə nöqtəsində maks olacaq, burada 0 olacaq. Yəni sürətlə x, elə bilin ki, koordinatla sürətin tənliyi ki var ha. Bunlar tamamilə bir-birinin əksinə. Tamam əksilər. Bayaqdan biz təpə nöqtədə sürəti 0 götürürdükmü? İndi təpə nöqtədə sürəti maksimum götürəcəyik. Bax burada sürəti maks götürürdük, indi burada 0 götürəcəyik. Bax bir dənə bir fikir verin, bax bura nə yazılıb? Onu göz ardı eləməyin. Hə, elə təpə nöqtəsini gördüm, işləyim yox. Orada bir də baxın görün nəyi soruşur dəqiq şəkildə, sonra hərəkətə keçək. Sonra, məsələn, baxın bu qrafik nədir, nə deyil deməyəcəm. Mən heç nə bilmirəm. Deyirəm ki, 2 nöqtəsində hansı kəmiyyət 0 olar? Və bu nöqtədə. Hə? Əgər burada x olsaydı, deyərdim sürət təpə nöqtədir. Bəli. Burada x olacaq 0, burada təcil olacaq 0, qüvvə olacaq 0, potensial olacaq 0. Bax bu təpə nöqtəsində. X-in təpəsində sürət 0 idisə, sürətin də təpəsində x 0 olacaq da. Sonra bu 72 maraqlı sualdır, ancaq bunu özünüz işləyin. Gələn səfər baxarıq. Çox maraqlı sualdır. Çətin deyil ha, sadəcə diqqət tələb edən suallardır. Məsələn. T1 kəmiyyətlər. Bax deyir T1 anında var ha, bax bu anda. Biraz yaxınlaşdırın bunu. Bax bu potensial enerjinin